Allahın salamı olsun xalqımıza, millətimizə. Bugün yenə Biləcərdə DSK yolundan 10 metr, 20 metr məsafədə 8 otaqlı evimizin çəkilişinə gəlmişik inşallah. Bu evimizin həyətidir. Həyətin üstünü bağlayıblar. Qəşəng, gözəl bir həyəti var. Gəl Faik müəllim, gəl bir dənə buradan. Birinci mərtəbə təmirsizdir. Təmirsizdir necə? Yəni kombi xəttləri atılıb, işıqlar atılıb. Hamam sanuzeli yeri var birinci mərtəbədə. 4 otaq. Hə, yoxdur, yox. Getmə. İşıqlar yoxdur. Hə. Hamam sanuzeli yeri də var, yəni birinci mərtəbədə. Həyətdə də sanitar qovşağı var. Bu birinci mərtəbəyə aiddir. Qalxırıq ikinci mərtəbəyə. Plənkənlər ağlayla yığılıb. Əl tutanlar Nejavikadır. Əla, qəşəng, gözəl evdir, geniş evdir. İşıqlı evdir, pəncərələrə bax. Deməli, burada ikinci mərtəbəyə qalxan kimi, Faik müəllim, burada mətbəxdir bura. Burada da stolumuz qəşəng, rahat, geniş. Buranı çək, sonra keçək içəriyə. Ya Allah. Qəşəngdir, hə? Deməli, daxil olduq ikinci mərtəbədə evimizə. Daxil olan kimi belə bir geniş burada qonaq otağımızdan yenə qarşımıza çıxır. Sağ tərəfdə yataq otağımızdır. Qoy qalsın da aşağı. Səhməyəcəm buna, qoy qalsın. Geç, qardaş, geç. Hə, böyük otaqlardır. Burada da bir otağımızdır. Yataq otağımız, burada hamam sanuzerimiz. Burada da bir otaq var, daha buranı çəkmirəm. Orada, biraz. Deməli, Faik müəllim, evimizin start qiyməti 120 min manatdır. Bələdiyyə qərarı var. Yenə deyirəm, DSK yolunun 15-20 metrliyindədir. Çox geniş, gözəl bir evdir. Allah alana da, satana da xeyir versin inşallah. Allah arzusunda olmayanlara qismət eləsin. Amin, amin, amin. Qəşəng, gözəldir.